Halal deyəndə çoxlarının ağlına dərhal ət və kəsim qaydaları gəlir. Əslində isə bu anlayışın tətbiqi olan halal uyğunluq sertifikatlaşması qida məhsullarının istehsalından qablaşdırmasına, saxlanmasına və satışına qədər İslam hüququna uyğunluğunu və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən halal sertifikatlaşma prosesi 4 əsas kateqoriya üzrə aparılır. İribuynuzlu, xırdabuynuzlu heyvanlar və ev quşlarının kəsimində heyvan rifahı, kəsim qaydaları, sanitariya və İslam şərtlərinə uyğunluq yoxlanılır. Balıq və dəniz məhsullarının emalında tutulma, emal, saxlanma və qablaşdırma mərhələləri qiymətləndirilir. Süd və süd məhsulları, yumurta və yumurta məhsullarında xam malın halal olması, istehsal xətti və çarpaz çirklənmənin qarşısının alınması nəzarətdə saxlanılır. Emal edilmiş ət və ət məhsullarında isə kolbasa, sosis, konservlər və digər məhsulların tərkibi, istehsal prosesi yoxlanılır. Bu 4 kateqoriya göstərir ki, halal sertifikatlaşma sadəcə nişan deyil, arxasında ciddi və mərhələli qiymətləndirmə prosesi dayanan rəsmi bir sistemdir. Beləliklə, üzərində Qida Təhlükəsizliyi İnstitutunun halal nişanı olan məhsul gördükdə əmin ola bilərsiniz ki, onun tərkibi, istehsalı, gigiyenası və təhlükəsizliyi İslam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə yoxlanılıb və təsdiqlənib.